Biz elə bilirik günah ancaq içki içməkdir, zina eləməkdir, qeybət eləməkdir. Bunlar günahdır, şübhəsiz. Amma çox içki içənlər düzəlib. Çox zina eləyənlər yaşımın illəri qədər şahidəm. Hər cür günah eləyən, ağlınıza nə gəlir? Hər cür günah eləyənin islah olduğunu mənim həyatımda görmüşəm mən. İslah olub, əməlli başlı islah olub. Düzəliblər. Amma Allah dostuna layiq olduğu dəyəri verməyən insanlar adətən süqut ediblər. Adətən süqut ediblər. Bu içkidən də, qumardan da, zinadan da böyük bir cinayətdir. Böyük bir cinayət. İçki içən moizə eşidər o aylar, Allah dostuna dəyər verməyən xanım Zəhranın fəryadını eşidər, ayılmaz. Düz yola gəlməz. Uşaqlarımıza təlqin eləyin, tərbiyə eləyəndə. Deyin ki, çalış günah eləmə, amma neynəsən də birdən günah da eləsən, çalış ki, layiqli adamlara hörmət elə, dəyər ver. Ləyaqətli adamlara dəyər ver. Allah dostuna hörmət o qədər mühüm mövzudur ki, hədisdə var ki, hamıya hörmət eləyin ki, birdən Allahın dostu olar. Görün, məsələ nə qədər əsasdır. Deyir, hamı ilə ehtiyatlı olun ki, bilməzsən Allah dostu olar, bədbəxt olarsan yəni. Birdən bilmədən Allah dostuna hörmətsizlik eləyərsən, bədbəxt olarsan. Cəzası ağır olar. Hamı bilir, Əli Kəbənin mövlududur. Kəbəndə doğulan bir şəxsdir. Hamı bunu bilir. Amma dəyər vermirlər. Vuruşmurlar, amma dəyər vermirlər. Günahkar da olursunuzsa olun, mən hamınızdan günahkaram, burada oturmuşam. Mənim etiqadıma görə də belə, yəni mən burada təvazökarlıq oyunu oynamıram. Mən həmişə heç vaxt özümü layiq bilmədim də, bilmirəm, indi axırda bilinər qiyamətdə, bilmirəm. Amma nə qədər günahkar oluruqsa olaq, bizə deyirlər ki, dəyərlərə dəyər ver, bu xüsusiyyət əlindən tutacaq. Mütləq sənə nicat verəcək. Seyyid Mehdi Qəvam bir alimdir. Bir yerdə oturub, məsələn deyək, bulvar kimi bir yerdə, parkda. İldə bir dəfə görərsən gedərlər də müridləri ilə oturub, süfrə açıblar, söhbət edirlər. Bu yanında da o adamın adı yadından çıxıb. Bir şuluq bir adamdır, vurub yıxan adamlardan biri. Öz dostları ilə içki içir. Musiqi səsi filan, bu da oturub burada arif adam da, alim adam, mani olurlar. Deyir ki, biri deyir ki, gedin onlara deyin ki, bu alim buradadır. Gedib deyirlər ki, Seyyid Mehdi buradadır, sən belə yaxşı deyil. Deyir, doğrudan musiqinin səsini alın, içkili vəziyyətdə gəlir. İçkili vəziyyətdə. Deyir ki, mən çox üzr istəyirəm, Peyğəmbər balası burada olub, mən bilməmişəm, hörmətsizlik olub. Mən sizin əlinizdən, ayağınızdan öpüb üzr istəyirəm. Deyir ki, mən alim buna deyir, sənin adını çox eşitmişəm. Sənin məramın nədir ki, belə məşhursan? Məsələn, sizin bu vurub dağıdanların məramı nədir? Deyir, çoxdur. Məsələn, biri budur ki, biz duz çörəyə hörmət edərik. Birinin duzunu yiyib, duz qabısını sındırmarıq. Baxır ona, deyir ki, amma mən bilirəm ki, məndə məlumat var. Sən birinin duzunu yiyib, duz qabısını sındırmısan. Deyir, ola bilməz. Deyir, neçə yaşın var? Deyir, filan qədər. Deyir, bu yaşa qədər yeri göyü yaradan Allah sənə bu qədər nemət verib. Sən bir dəfə ona təşəkkür edib, 2 rükət namaz qılmamısan. Deyir, hə, ağla batan sözdür bu. Düz sözdür. Mən qələt eləmişəm indiyə qədər. Nəyin nəticəsi? Könül deyir, bir mədrəsə təsis edir ki, nə qədər alim tərbiyə edir. Nəyin nəticəsidir? Qəlbdə günahkar da olsa, dəyərliyə dəyər verir, vəssalam. Dəyərli adama dəyər verir. Allah dostunu dəyərləndirir. Allah dostunu dəyərləndirir. Bax, bu ən mühüm xüsusiyyətlərdən biridir. Ən vacib xüsusiyyətlərdən biridir. Mənim söhbətim əsasən bununla bağlıydı bugün. Bəzən Allah dostları öz fəzilətlərini cəmaatdan gizlədir. Bilirsiniz niyə?
Bəzən Allah dostları özlərini cəmiyyətə tanıtdırmır. Bilirsiniz niyə? Cəmiyyətə yazığı gəlir. Deyim, məni olduğum kimi tanısa, hörmətsizlik eləsə bədbəxt olacaq. Ona görə özünü gizlədir. Özünü dəyərsiz biri kimi göstərir. Cəmiyyətə rəhm elədiyindən. Çünki bilir ki, fəzilətlərini tam tanısalar, hörmətsizlik eləsələr, da nicat yolu yoxdur. Nicat yolu yoxdur. Ona görə bizə də deyirlər ki, hər yerdə, hər cəmiyyətdə Allah dostlarını tanıtdırmayın. Cəmiyyətin tutumu olmaz, sonra hörmətsizlik eləyər, bədbəxt eləyərsiniz. Ona görə də hər yerdə Allah dostunun fəzilətlərini açmayın, danışmayın, tanıtdırmayın. Qoy bəhanələri olsun ki, tanımadıq. Bu üzrləri olsun. Övliyalar özü bilib ki, onlara qarşı hörmətsizlik pis şeydir. Onlara qarşı hörmətsizlik olan kimi tez dua eləyiblər. Buna hörmətsizlik eləyib. Tez dua eləyib ki, Allah bəla göndərmə. Neçə dəfə Məşəddə daşda, məsciddə mən danışmışam. Şahabadinin, Əllamə Şahabadinin bu hadisəsini ki, deyir, hamamda idi, hamama gəlmişdi, ümumi iddə hamamlar. Bir dənə yoldan keçən bir avaranın biri təhqir elədi. Ağır söz dedi buna. Ağır söz dedi, bu heç nə demədi. O getdi. Səhəri gün oturmuşdu, gördülər ki, cənazə aparırlar. Dedi, abala, kimdir ölən? Dedi, dünən sizi hamamda təhqir eləyən adam. Getdi evə, dedi, dilim ağrıyır, dilimə nəsə oldu. Şişdi, deyir, dili ağzında. Həkim aparınca öldü. Deyir, ömrünün axırına qədər o hadisə yadına düşəndə narahat olur. Deyirlər, niyə narahatsan? Deyirdi, kəs cavab verərdim, Allah cəzasını verməzdi. Mən ki, danışmadım, Allah götürdü boynuna. Özü bilir, özü öz məqamını bilir. Allah dostları cəmaatın dərdini çəkiblər ki, cəmaatın dərdini çəkiblər. Mənə hörmətsizliyə görə cəzalanmasınlar. Bəzən elə olur ki, Allah dostu da aciz olur. Allah Quranda deyir, ləalləkə baxiqun nəfsək. Az qalırsan özünü öldürəsən, Peyğəmbər. Xanım Zəhranın fəryadı bir nə üçün idi? Əliyə hörmətsizlik eləyən cəmiyyəti bəlalardan xilas eləmək. Görürdü hara gedir. Onlar görmürdülər. Onların dərdindən fəryad edirdi. Həzrət Zəhra həyat yoldaşının davasını aparmırdı. Görürdü ki, cəmiyyət hara gedir. Bir ana kimi fəryad edir ki, o yatsın bunlar. Görürdü ki, bunun cəzası pisdir. Pis şeylər olacaq, oldu da. Bugünəcən də davam edir. Bugünəcən bəşəriyyətin başına nə bəlalar gəlib, o cəmiyyətin Allah dostuna lazımı hörməti göstərməməsi səbəbindəndir. Bugünə qədər. Əlinin gözəlliyini görmək və sevmək az iş deyil. Axırıncı söz deyim, bağışlayayım, sözümü tamamlayayım. Bir şey də deyim. Buna da diqqət edin, bilirəm, yormuşam sizi. 5-cə dəqiqə. Dedi, imamət dinin gözəlliyidir, düzdür? Dedi, imamət dinin gözəlliyidir. Bu gözəlliyin arxasında məntiq də var ya, yox. Sırf gözəlliyidir. Sırf emosiyadır bəlkə. Məsələn, ana balasına deyir, gözəl balam, baxırsan, görürsən, gözəl deyil balası. Heç yaraşıqlı deyil. Deyirsən ki, bunun nəyinə gözəl deyirsən? Deyim, məntiq axtarma sözümdə, anayam da deyirəm. Bizim əhl-i beytə olan sevgimiz sırf gözəlliyidir, arxasında məntiq yoxdur. Sırf emosiyadır. Xeyr. İmamət sevgisi həm gözəldir, həm zəruridir. Hava su kimi. Bəli, biz gəlirik bu məclislərə. Bu məclislərin gözəl halı olur. Fikir verin, nə qədər adam toplaşıb bura. Hər yerdə də belə olur. Heç kim bura savaba görə gəlməyib. Yadınızdadır bura gələnən nə savab və mənim yadımda deyil. Mən bu yaşa qədər özümü təftiş eləmişəm. And olsun Allah, heç vaxt olmadı mən Əhl-i Beyt məclisinə hacət üçün gedim. Böyük adam da deyil ama, deyəm böyük adamım. Yəni məclisin cazibəsi elədi ki, düzdür, hacət ola bilər yadıma düşsün haradasa, deyəsən məni dua edin. Amma evdən çıxım ki, hacət versinlər, mənə nəminə savab versinlər, yaddan çıxır. Biri mənə gəlib desə ki, sizin hər birinizə, desə ki, 100% bu məclisdə sənin hacətlərin verilməyəcək, deyəcəksən, qurban olsun xanım Fatimə Zəhraya. Deyəcəksən də, bu böyük bir fədakarlıq deyil ki, düzdür. Biz bu məclislərə qəlbimizlə, ürəyimizlə gəlirik. Bu gözəllik bizi cəzb edir, gəlirik. Bu gözəlliyin cazibəsi ilə gəlirik.